Salam əziz dostlar. 3-cü dərsimizdə sizi xoş gördük. Bu dərsimizdə mən sizə PHP-dəki dəyişənlər haqqında məlumat verəcəyim. Dəyişən nədir? Dəyişən müəyyən bir məlumatı daxilində saxlamaq üçün istifadə olunan bir sözdür, deyək ki, bir əmrdir. Dəyişənlər necə istifadə olunur? Bunlar haqqında gəlin nümunələrə baxaq. Ötən dərsimizdə üzərində qaldığımız dərs PHP-sini açaq. Biz keçən dəfə yadınızdasa Salam Azərbaycan yazmışdıq və buna da bir yenidən daxil olub işlədiyini bir dənə yoxlayaq. Dərs PHP. Bəli, Salam Azərbaycan bu şəkildə qalmışdı. Dəyişən nədir? Bu dedim ki, yox əmrdir. Dəyişən isə məlumat daxilində saxlamaq üçündür. Məsəl üçün yazıram söz bərabərdir. Dəyişənlər ya dəyişəni yazmaq üçün ilk öncə dollar işarəsini qoymaq lazımdır. Daha sonra isə dəyişənin adını yazıb həmin dəyişənin içərisindəki məlumatı isə bərabər işarəsi qoyaraq yazmaq lazımdır. Dəyişənlər latın əlifbasının hərfləri ilə yazıla bilər. Yəni İngilis hərfləri ilə bunu istifadə etsəz daha yaxşı olar. Yəni Azərbaycan və ya deyək ki, digər rus hərfləri dəyişənlərə verməsəz daha yaxşı olar. Yəni daha doğrusu bunlar səhv verəcək. Ən son serverlər ola bilsin dəstəkləsin bu hərfləri. Amma ki, yəni məsəl üçün siz deyək ki, bir gün başqa serverdə saytınızı işlədirsiniz, sabah getdiniz başqa serverə keçdiniz, o server dəstəkləmədi, sonra ona modulu yazmaq falan çətinlik çəkir. Yəni sizin skriptinizin bir deyək belə deyək bütün serverlərə dəstəkləyib hamısında işləməsi üçün latın hərflərindən istifadə etməyiniz əslində şərtdir. Və siz dəyişən üçün latın hərflərindən istifadə edə bilərsiniz və rəqəmlərdən və müəyyən işarələrdən, aşağıdan xətt deyək ki, istifadə edə bilərsiniz. Və başqa məsəl üçün mötərizə falan belə şeylərdən ət işarəsi belə istifadə etmək olmaz. Əsasən elə siz istifadə edə bilərsiniz İngilis hərflərindən və 09 rəqəmlərdən. Rəqəmlərdən istifadə etmək də o qədər məsləhət deyil. Əsasən çalışın, ancaq İngilis sözlərindən istifadə edəsiniz və hərflərindən istifadə və aşağıdan xətt işarəsindən istifadə edə bilərsiniz. Gəlin keçək ilk dəyişənimizə. Dəyişən nədir? Dəyişən deyək ki, bir dəyişən yazdıq, söz dəyişəni. Bu dəyişən dollar işarəsi başı, sonra dəyişən adı yazırıq və bərabər işarəsi qoyub həmin dəyişənin içərisində olan məlumatı yazırıq. Yəni ki, söz bərabərdir Bakıya. Biz bu Bakını yerinə başqa bir söz, istədiyimiz bir şey yaza bilərik. Məsəl üçün mən bura yazıram ki, dəyişənin yerinə götürürəm buradan Salam Azərbaycanı x edirəm. Yazıram bunun içərisinə və bunları da yəni silək. Və biz gəlirik burada əmr yerinə yazırıq əmr. Ekrana çıxartma əmrini yazırıq. Echo burada dırnaq işarəsi deyil də dəyişənimizin adını yazıram bura. Söz yazıb nöqtəli vergül qoyub bağlayıram. Bu zaman nə baş verəcək? Echo söz dəyişəninin içərisindəki məlumatı ekrana verəcək. Söz dəyişəni Salam Azərbaycandır. Yaddaşa verib yoxlayaq. Və dəyişənlər bunlar üçün lazımdır. Gördünüz yazılı Salam Azərbaycan. Lakin biz ekrana isə söz yazmışıq sadəcə olaraq. Yəni söz yazmamıza baxmayaraq bu söz dəyişən olduğuna görə Salam Azərbaycan yazısı yazıldı. Dəyişənlər daxilində müəyyən məlumatları saxlamaq üçündür. Yəni biz tutaq ki, bu dəyişənin bərabərdir dəyişən yenə 5 qoydum. Yaddaşa verdim. Yəni burada avtomatik olaraq 5 yazıldı. Yəni bu proqramlaşdırma bu deməkdir. Yəni məlumatları müəyyən dəyişənlərin və ya bazalar deyək ki, müəyyən bir yerdə saxlayıb və həmin məlumatlardan lazım olduqda istifadə edirik. Məsəl üçün biz ki yazmışdıq birincidə Echo deyək ki, Salam Azərbaycan. Biz bu dəyişən olmadığına görə biz bunu heç bir yerdə istifadə edə bilmərik. Yəni məsəl üçün müəyyən əmrlər buna tətbiq edə bilmərik. Artıq onun içərisində yazıldığı sadəcə ekrana verilən bir sözdür. Amma dəyişənin içərisində bu olduğuna görə biz burada yazırıq söz bərabərdir 5-ə və echo sözü ekrana çap edirik və ekranda sadəcə 5 görsəndir. Biz burada sözün qarşısına üstə gəl və burada bir dənə də dəyişən
biz bura yazaq. Söz neysə A, dəyişən A bərabərdir 4 yazdım və yazırıq bura echo söz üstə gələk, dəyişən A əmrimizi bağlayırıq. Bu zaman nə baş verəcək? Sözün üzərinə A-nı gələcəkdir və burada cavab olaraq 9 göstərilir. Hər iki dəyişən rəqəm olduğuna görə bu əməliyyat düzgün yerinə yetirdi və nəticə olaraq bizə 9 göstərildi. Bütün riyazi misalları PHP daxilində etmək mümkündür. Sadəcə olaraq əməliyyatların işarələrini bilmək lazımdır. Əməliyyatların işarələrini bilmək o qədər də çətin deyil. Bunlar sadəcə əksəriyyət oxşardır. Plusun riyazi qarşılığı üstə gəlmək ilə üstə gəlməkdir. Minus çıxmaq, vurmaq ulduz işarəsi, bölmək, slash yəni sağa meyilli xətt ki var odur. Gəlin bunları bir daha sizə belə praktiki qaydada göstərim. Echo söz plus A yazdığımıza görə 5-in üstündə 4 gəlib bizə 9-u göstərdi. Və mən echo söz çıxaq A yazsam bura. Təbii ki burada B-yer qoymaq lazım idi ki yeni sətrə keçsin bu. Yazdığımıza görə gördünüz 5 çıxaq 4 elədi 1. Minus qoyduğumuza görə çıxdı. Və dəyişənləri istifadə etmək üçün məsəl üçün biz burada müəyyən bir dəyişəni istifadə edirik. Düzdür. Ekrana echo əmri ilə dəyişənlərin qarşılıqlı əlaqəsi bu şəkildədir ki, müəyyən dəyişəni biz echo əmrində echo dəyişən yazıb nöqtə virgül qoyub ekrana verə bilərik. Amma o dəyişəndən əvvəl və ya sonra söz yazmaq istəyiriksə, sözü bildiyiniz kimi iki dırnaq arasında yazmalıyıq, normal bir söz yazırıqsa. Və echo mən məsəl üçün istəyirəm ki, yazım müəyyən bir söz və ondan sonra dəyişən yazım. Məsəl üçün yazmaq istəyirəm ki, nəticə və ya yazmaq istəyirəm cavab və cavabdan sonra isə təbii ki 5+4-ün cəmini göstərmək istəyirəm. Bunu yazmaq üçün dırnaq işarəsi açılır, söz dırnağın içərisində yazılır və daha sonra isə nöqtə, mütləq nöqtə qoyulur və ondan sonra isə dəyişənimiz yazılır. Dəyişən burada bir riyazi əməliyyat olduğuna görə bunu iki mötərizə arasına alıram ki, PHP əmri daha düzgün başlasın. Gördüyünüz kimi burada yazılır cavab 9. Çünki cavab yazdım və dırnaq işarəsini bağladım, nöqtə qoydum. Yenə söz, bir söz, başqa bir söz yazmaq istəyiriksə, yenə nöqtə qoyuruq, dırnaq işarəsi açırıq, istədiyimiz sözü yazırıq. Və buradan bunu ardıca istədiyimiz bir sözü yaza bilərik. Bir də qaydaq echo əmrinə. Echo əmrində bayaq dediyim kimi mən sizə echo əmrinin içərisini yazırıq, dırnaq açırıq, istədiyimiz sözü yazırıq. Burada ekranda göstərilir. Yəni bu belədir, ekranda bu göstərilir, görürsünüz. Bizdə fərqi, bunu sizə demişdim, fərqi yoxdur. Dırnaq və ya iki qoşa dırnaq və ya tək dırnaqdan istifadə edə bilərik. Bunun dəyişənlərdə bu iki qoşa dırnaq və ya tək dırnaq istifadə etdiyimizin fərqi var. Fərqi nədədir? Məsəl üçün qoşa dırnaq istifadə etdim, yəni də eyni söz yazıldı. Məsəl üçün biz deyək ki, istifadə etmək istəyirik dəyişənlə sözü eyni yerdə. İki qoşa dırnaq açıldıqda, burada yəni istədiyimiz sözü yazdım, məsəl üçün yazıram cavab, burada bərabər qoyum ki, fərqlənsin yuxarıdakindən. Cavab və dəyişəni yazmaq istəyirəmsə, tutaq ki, cavab söz yazıram və bu şəkildə yazanda bizim skriptimiz normal işləyəcəkdir. Yəni cavab bərabərdir sözün yerinə bu dəyişəndəki məlumatın, yəni içərisində olan məlumat, yəni 5-i göstərəcəkdir. Gördüyünüz kimi cavab 5 yazıldı. Lakin echo əmrində biz tək iki qoşa dırnaq işarəsini deyil də tək dırnaq işarəsini istifadə etmiş olsaydıq, echo və söz yazılacaq idi. Bunun fərqi buradadır. Əgər tək dırnaq açmışsınızsa və hər hansı bir dəyişəni istifadə etmək istəyirsə, mütləq həmin dəyişəni istifadə etmək üçün dırnağa bağlayıb, nöqtə işarəsi qoyub, daha sonra davam etmək üçün də yenə də nöqtə işarəsi qoyub dırnağı açmaq lazımdır. Bu şəkildə skriptimiz düz işlənmiş olacaq. Əslində hər iki halda biz dırnağı bağlayıb nöqtə işarəsi qoyub yazmalıyıq, lakin
əksəriyyət koderlər bunu belə kimi də istifadə edir. Lakin bu mən bunu öz təcrübəmdən deyirəm. Bu qoşa dırnaq olsa belə, bu işləmiş olsa da belə bizə nəticə etibarilə düzgün göstərilir. Lakin professional developerlərində məsləhəti belədir ki, istənilən halda dəyişən istifadə ediriksə, bu dəyişəni biz nöqtə dırnağa yəni bağlayıb dəyişəni orada qeyd etməyimiz məqsədə uyğundur. Çünki PHP həddindən artıq çox yükləndiyidə, yəni məsəl üçün saytınızın istifadə həddindən artıq çox olduqda bu sürət probleminə gətirib çıxarır. Yəni ki, skriptin işləmə sürətini artırır bu şəkildə yazılış. Bu şəkildə yazılış isə daha zəif performans göstəricisi verir. Bu şəkildə. Bəli, qaydaq yenidən dəyişənlərimiz haqqında danışmağa. Dəyişənlər, dediyim kimi, siz onları istədiyiniz latin hərflərinin sözlərindən istifadə edə bilərsiniz. Öncəki dərsdə demişdim, echo əmrində, yəni əmr yazarkən böyük və kiçik hərfin fərq etmir. Böyük də yazsaz əmr yerinə yetirir, kiçik də yazsaz, yəni PHP düzü işləmiş olur. Lakin dəyişənlərdə isə bunun fərqi var. Necə fərqi var? Yəni, mən məsəl üçün buradan yazaq, echo qiymət. Deyək, tutaq ki, qiymət söz belə yazdıq. Burada bu yer yazaq. Belə bu şəkildə yazdıq. Onu 3 dəfə artıraq. Və bəli, biz tutaq ki, bu dəyişən sözdür və düzdür. Biz bunu istifadə etmək üçün mütləq və mütləq dəyişən necə yazılıbsa, elə də yazıb onu istifadə etmək lazımdır. Nümunə olaraq göstərmək istəyirəm ki, məsəl üçün söz orada kiçik hərflərlə yazılıb, lakin mən gəlib burada böyük hərflərlə söz yazsam və ya ilk hərfi böyük yazsam, görürsünüz 3 nümunə yazdım. Birincidə bütün hamısı kiçik, ikincidə hamısı böyük, üçüncüdə ilk hərf böyük, digərləri kiçik. Yaddaşı verib və yoxlayaq görə hansı işləyəcək. Gördünüz, digər iki variantın heç biri işləmədi, ancaq birinci variant düzgün olduğuna görə PHP səhv göstərici o vermədi bunu. Birinci variant düzgün işlədi. Gördünüz, qiymət 5 olaraq yazdı. İkinci və üçüncüdə isə göstərmədi. Çünki belə bir dəyişən bu PHP içərisində yoxdur. Bunun olması üçün, məsəl üçün biz böyük hərflərlə söz 15 məsəl üçün belə yazdıq. Və böyük hərf birinci, qeyrlərə ikinci söz 10 yazaram. Və bu 3 dəyişənin adı eyni olsa da yazılışları fərqli olduğuna görə bu 3 dəyişən üçü də fərqli 3 fərqli bir dəyişən hesab olunur. Gördüyünüz kimi burada da böyük kiçik yazılır. Qiymət 5, 10, 15 kimi yazıldı. Dəyişənlərdə bunlara diqqət etmək lazımdır. Yəni hansı qaydada yazmısınızsa, o qaydada da onu ancaq istifadə edə bilərsiniz. Böyük yazıb burada kiçik yazsanız, PHP sizə düz nəticə verməyəcəkdir. Dəyişənlərdən sonra isə sizə daha bir mövzu haqqında məlumat vermək istəyirəm. PHP-də comment ingiliscə deyirlər, yəni rəy deyə bir şey var. Rəy nədir? PHP-nin içərisinə yazılan hər hansı bir sözdür ki, onun PHP-də heç bir iştirakı yoxdur. Sadəcə olaraq bunun içərisində, yəni comment ona görə deyirlər ki, məsəl üçün mən bilmək istəyirəm, PHP skripti yazılıb, sonra gəlib açırıq və oturub biz burada kodları analiz edib bir də fikirləşməliyik ki, bu kodu nəyə görə yazmışdım, bu hansı əməliyyatı yerinə yetirir. Onu bir də vaxt aparmamaqdan sarı burada kommentariyadan istifadə olunur. Necə? 2 ədəd slash işarəsi, yəni maili xətt işarəsi qoyularaq istədiyimiz sözü yaza bilərik. Məsəl üçün, buraya yazaram ki, tələbənin aldığı qiymət. İstədiyiniz sözü burada yazar və siz istəsəz burada gəlib söz də yazsaz belə, yəni bu PHP-də heç bir rolu yoxdur. Yəni sadəcə olaraq mətnin daxilində bir sözdür. Və bu heç bir əmri yerinə yetirmir, heç bir şey eləmir. Və kommentariya yazmağın 2 yolu var. Daha doğrusu PHP-də kommentariya yazmağın 3 yolu var. Birinci yol, hər kəsin istifadə etdiyi yol, 2 slash işarəsi qoyub istədiyiniz sözü yaza bilərsiniz. Və bu 2 slash işarəsi yalnız sizin qoyduğunuz xətt üzrə yazılan sözlərə zərərsizləşdirir, belə deyək. Yəni burada nə qədər yazılır? Enter bastığınız anda növbəti sətirdə yazdığınız söz artıq PHP-də hər hansı bir koda çevriləcəkdir və gördüyünüz kimi burada səhv verir, çünki belə bir kod yoxdur.
koda çevriləcəkdir. Həmin kodu, məsələn, bu kod burada olduğu müddətdə burada səhv verir. Kodu zərərsizləşdirmək üçün 2 slash işarəsi qoyuram. PHP normal işini bərpa etdi. 2 slash işarəsi və DS işarəsi yalnız hansı ki harda qoyulub və ondan sonra yazılan bütün kodları belə deyək zərərsizləşdirir. Məsəl üçün DS işarəsində qoydum, bundan sonra enter bastığım anda növbəti sətirdə yazdığımı zərərsizləşdirmir. Məsəl üçün bu tutaq ki bunun qarşısında deyək ki yazmaq istəyirəm hər hansı bir kommentariya rəy. Buraya yazıram ki, yenə yazıram tələbənin aldığı qiymət yazırıq. Və yenə də bunu da save edib test edək. Heç bir burada onun rolu yoxdur. Yəni buradan sonra artıq kommentariya sayılır. Bundan əvvəl isə PHP kod sayılır. 3 yolu var dedim. DS bu yolda yoxladım. DS slash və bir də slash işarəsi ulduz. Bundan əvvəl dediyim iki üsulun hər ikisi yalnız çəkildiyi andan sonraki hissəni zərərsizləşdirir. Lakin bu şəkildə yazılan kommentariyalar bu aralıqda olan bütün sözləri zərərsizləşdirir. Yəni tək qarşısında deyil, bütün sözləri hər iki aralıqda olan, yəni bu başlanışı, bu isə bitişi bildirir. İki deyək rəy göstəricisi arasında olan hissədə yazılan bütün sözləri zərərsizləşdirilmiş oluruq. Yaddaşa yazıb yenilədiyim zaman görürsünüz heç bir təsiri yoxdur. Çünki slash işarəsi ulduz qoyduğumuz anda bundan sonra yazılan bütün sözlər artıq PHP-də sadəcə olaraq kommentariya kimi qəbul olunmuş olur və heç bir PHP-nin fəaliyyətinə təsiri olmur. Elmi dillə desək, 2 slash və ya DS işarəsi line kommentariya sayılır. Yəni tək sətir kommentariyası, digərisi isə multiline, yəni bir çox sətirlər kommentariyası, yəni 3 və ya 4 nə qədər istəsəz sətirdə kommentariya yaza bilərsiniz. Kommentariyalarda bizə yazdığımız kodları sonradan xatırlamaq üçün lazım olunur. Yəni bu kodu bura niyə yazmışdım deyək, bunun üçün lazım olunur. Dəyişənlər haqqında və kommentariya haqqında bu qədər. Növbəti dərsdə görüşənədək çox sağ olun.